Salam, hörmətli xalqımız. Yəni burada söhbət nədən gedəcək? Alona kimin qızıdır? Nəyə görə bu söhbət belə başlayır? Çünki baxın görün də nətər ola bilir ki, İlham və Mehriban nənə, yəni ki, bu qədər alçaqlığı, bu qədər binamusluğu, bu qədər biqeyrətliyi, bu qədər vicdansızlığı, bu qədər necə deyərlər namussuzluğu boynuna götürüb Alonanı Heydərdən boşamırlar. Səbəb nədir? Nəyə görə, nəyə görə? Möhkəm yapışıblar və bir bu oğraşıq, faşeyi, biqeyrəti alırlar boyunlarına bu peysərliyi. Səbəb nədir burada? Bu ne üçün Alonanı beləsinə bunlar möhkəm tutublar? Sən demə, bu çox geniş şeydir. Yəni bunun barəsində çoxlu söhbətlər də gedir. Məncə şəkil zad göstərmək istəmirəm, foto zad göstərmək istəmirəm. Bu barədə açıqlama vermək istəyirəm. Bu Alona məsələsi çıxandan həqiqətən də indiyənəcən də mən həqiqətən elə bir üstündən bir 10-15 gün keçmişdi ki, mən çox narahat oldum ki, bu qədər biz sözlər deyirik, amma bu peysərlər vecdərini də döyülür, qəhbədir, soğurur, salır, nə eləyir. Buna sumka almaq, bunu boşum təbliğ eləmək, bu harda burada. Və mən bozqurtlarıma tapşırdım ki, dəqiq məlumat mənə verin. Ola bilməz ki, İlham bu boyda oğraşdığı bir qeyrətliyi boynuna götürsün. Mehriban bu qədər, məsələn, alçaqlığı təhlil eləməyə baca, özünü elita sayan bir xanım dursun bu cürünə binamus bir hərəkətə geçsin ki, yoxa Alonadan biz yapışmışıq, təzə gəlin şeydən yapışan kimi. Əl çəkdirlər bu Alonu. Həm Bakıda olan bozqurtlarım, MTD işləyən bozqurtlarım, həm Moskvada, Türkiyədə, necə deyərlər, Sankt Peterburgda olan bozqurtlarımı tapşırdım ki, bunu dəqiqləşdirir. Və mənə 2 gündür ki, xəbər gəlib ki, hamısının da bir şeydə hamısının sözü birdir. Sən demə, bu Alona həqiqətən, yəni bunun ki, atası şey eləyirlər, göstərirlər. Yəni bunun atası bu döl, doğma atası döl bunu, Qançar. Bunun atası döl. Sən demə, vaxtikən şey adı nədir, Godnisanov cavan vaxtı olanda Ukraynada hansı şəhərlərdə olubsa orada bu anası ilə tanış olubdu, bununla bir ayacan kef çəkibdi, yəni şey edibdi, bu uşaq ondan olubdu. Və bu boylu Qançara ərə gedibdi. Başa düşürsünüzmü? Və o vaxtdan da Godnisanov buna poddeşka zad verirmiş, əməlli başlıca bu uşağa. İndi bu uşaq böyüyübdür, Odessa yanında pornosunda, nə bilim, fahişəliyində məşğul olubdur, şeylənməyibdir. Sonra ki biz başladıq danışmağa bu Alonadan, zatdan ki bu, biz də çıxışlarımızda dedik ki bu Godnisanovun qızıdır, dəfələrlə Qabil, hamısı, yəni Elşad, mən, qeyri başqaları hamısı dedi. Godnisanovun ailəsində böyük bir qırğın başladı. Godnisanovun xanımı, o da böyük bir lobbinin qızıdır, böyük bir nüfuza malik olan ailənin qızıdır və o da başladı Godnisanov'a qırğına çıxdı. Ya sən demə məndən başqa sənin haçansa bir xanımın olubdur, ondan uşağın var, onu dolandırırsan, falan eləyirsən, belə elə. Bunun qabağını almaq üçün bu ailə öz xanımını sakitləşdirmək üçün, onun qohum əqrəblərini sakitləşdirmək üçün bu Qançar məsələsini elədilər, ortalığa çıxartdılar, atdılar ki, Godnisanovun ailəsi dağılmasın. Yəni ki, ne üçün indiyənəcən İlham bunu rədd eləmir. Başa düşürsünüzmü? Godnisanov da Azərlə əlaqəyə giribdi. Əməlli başlı bilirdi ki, öz qızımının hansı yolların kuşudur, nə ilə məşğul olur. Amma bir yerə sırmaq lazım idi bu qızı. Ona görə də bu qızı götürüb birbaşa Debil Heydərə yerləşdirdilər. Əməlli başlı. Sevil də bunu bilir, hamısı. Yəni İlhamın özü də bunu gözəl bilir, qəşəng bilir ki, yəni Godnisanovun ailəsində ayrılıq əmələ gələcəkdi, qırğın qiyamət, hətta ölümə gəlib çıxa biləcəkdi. Çünki onun xanımının ailəsi çox güclüdür, lobbidir. İlhama da böyük köməklik eləyirlər müəyyən sahələrdə, müəyyən işlərdə. Ona görə bunu bu indiyənəcən boşaya bilmir və Qançarın məsələsini qoyurlar ortalığa ki, bu Qançarın qızıdır. Amma əslində bu Qançarın qızıdır, bu Godnisanovun qızıdır. Başa düşün, ona görə bu möhkəm bu gəlinin üstündə dayanıbdır. Necə deyərlər, istəyir buna barəsində fahişə desinlər, istəyir soska desinlər, nə deyirlər desinlər. Yəni görün ki, kimin tulasıdır İlham. Baxın görün ha.
bu Yahudi lobbisinin köpəyidir, tulasıdır, birbaşa köpəyidir. Ya başa düşürsünüzmü? Çünki bu hansı bir kişi, hansı bir dövlət başçısı başına belə bir oyun gəlsəydi, onun gəlini haqqında ya qızı haqqında bir söz desəydilər, ya onu vurardı, ya boşayardı. Halbuki İlham belə eləyə bilər də. Məsələn, bu indi ilişibdir, şey elibdir. Götürüb Fransada, İtaliyada, la belə Rusiyanın özündə ya Ukraynanın özündə buna bir yaxşı mülk alardı. Bir 100 milyon da pul verərdi buna ki, a qızım sən bizdən uzaq ol deyən, ta millət başa düşüb bunun hamısını. Millət belə sənin barəndə videoların zadın çıxıb ta bizdən uzaq olmaq üçün sakitcə ged otur girən, öz dolanışığı elə girən, ne desən yaşa girən. Amma gəl bu 100 milyonu da bu da sənin üçün mülk almışam. Yaşa burada öz uşağınla dolan girən, ne desən. Bunu da eləmədi alçaq köpəyoğlu İlham. Yani bu uğraşlığı boynuna götürdü, bu alçaqlığı boynuna götürdü. Nəyə görə? Çünki bu Godnisanovun qızıdır və Godnisanovun ailəsi dağılmasın deyənə oradan təzyiq var idi İlhama. Böyük təzyiq var idi ki, sən bunu eləyə bilməzsən. Mənim qızımdır, bunu saxlamalısan. Godnisanov da cavan vaxtı bu uşaq o anası ilə ki tanış olubdu, cavan qız olubdu, o vaxtı yani dəyərli bir samballı bir qadın olubdu. Yaşayıblar 1-2 ay beləmsinə, bu üçün müxtəsər, necə deyərlər, və bu boylu düşübdü. Və bu boylu ola Qansara ərə gedibdi. Başa düşsən, adası 2 aylıq, ay yarımlıq olubdu, bunun şeyində uşaq. Və bu gedib ərə. O vaxtdan da bu, necə deyərlər, şeylə, Godnisanovla, yaxın olublar, Godnisanov onun üçün dükkanda açıbdı, hər şeyli, bu da başlayıb kurtka, murtka, zadmışım, ticarətlə məşğul olmağa. Başa düşürsünüzmü? İş necə qurulubdur. Və bu üzə çıxandan sonraki bunun ailəsində, Godnisanovun ailəsindəki mübahisələr başlayıb, qırğın başlayıb, yani ki ona görə də bunu çördülər, yani ki bunu saxlayan atalığının adını qoydular ortalığa ki bu filankəsin qızıdır. Ona görə bu qızı buraxmır, ona görə bu qızdan boşanmır, ona görə bu qızı uzaqlaşdırmır, saxlayır öz yanında. Başa düşürsünüzmü? Özü də işlədir onu, %100%. Çünki Azərdən doğub, İlhamdan doğub, bunun uşağı var. Yani mən dəqiqliyi ilə bunu mən 3-4 yerdən ki mənə verilən, baba dünən yox sıra gün verilən məlumata görə ki mən tapşırmışdım ki bu işi öyrənin. Həm Azərbaycanın MTS-ində olan bozqurtlarıma tapşırmışdım, həm Peterburqda, Moskvada, Türkiyədə olmuş. Amma hamısının sözü bir yerə gəlir ki bu həqiqətən Godnisanovun qızıdır. Onun ailəsi dağılmaması üçün bu Qansarı, yani atasının zadını çıxartdılar, üzə qoydular bunlar. Çünki bu bunun atasıdır. Amma əslində atası deyil onun, doğma atası deyil. Çünki oturun, yoxlama aparın, təhlil eləyin bütün mənim dediklərimi. Və sizdən böyük bir xahişim də, tələbim də odur ki, bütün bu danışıqlarımı yayın hər yana. Atın bir-birinizə hamı qulaq asın və oturun təhlil eləyin. Xeyr ola bu boyda uğraşdığı İlham boynuna götürüb. Bu qədər alçaqlığı, bu boyda təzyiqi, bu boyda mındar sözləri. Yani sən kişisən, axı sən dövlət başçısan. O yandan deyirsən ki, mən Azərbaycan vətəndaşıyım. Əgər Azərbaycan vətəndaşıysan, bu boyda uğraşdığı, bu binamusluğu sən boynuna götürməzdin. Deməli, oyunun içində oyun var. Deməli, sən bilirsən ki, bu Godnisanovun qızıdır. Ona görə sən bunu saxlayırsan və özün də bilirsən ki, sənin oğlun Heydər debildi, ondan uşaq ola bilməz. Özün də tutub bunu zorlayırsan, qayırsan, çaldırırsan, qayıb tutursan özün. Çünki sizin ailəviz, ayıram, faşi ailədir. Başa düşürsənmi? Hələ Mehman öz dediyi sözləri həyata keçirmir axıracan, amma ümidvaram ki, keçəcək nələrsə. Ona görə sizə deyirəm, təşkilatların bu rejimi yıxmalıyıq, Qabillə irəli deyin, Elşadla irəli deyin, Zeki kişi ilə irəli deyin. Və bir də ki, hamıya qulaq asanda Avropa danışa, baxın, görün, kimlər nəyə qadirdir və nəyi təklif edirsə, bunu da təhlil edin ki, hansı siyasi söhbəti aparanlar sizə nə təklif edir, nədən qurtarmağı təklif edir. Mən ancaq ki, görürəm ki, hələ ki, sizə bu bəladan qurtarmaq üçün Qabil və onun canciyərləri olan Elşaddır mənəm, nə təklif edir ki, təşkilatların ki, bu rejimi yıxaq, ağzını çıraq və yeni qanun, yeni demokratik dövlət yaradaq. Başa düşürsünüzmü? Mütləq təşkilatlanmaq lazım. Ona görə hamınıza can sağlığı və Allahdan diləm ki, Allah sizin səbrinizi kəssin. Hamınızın ki, bu rejimi yıxaq, məhv edək. Allah əmanəti, Allah əmanəti.